Əldə etdiyimiz son məlumatlara əsasən küçədə elektron siqaret çəkənlərin cərimələnməsi ilə bağlı qadağa qüvvəyə minir. Belə ki, qadağan edilmiş yerlərdə, küçələrdə və ya digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək. Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Sənədə əsasən aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq. Qeyd edək ki, tütün və tütün məmulatı haqqında qanuna edilən dəyişikliyə əsasən aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir. Bəs elektron siqaretlər nə üçün qadağan olunur və onların hansı mənfi təsirləri var? Gəlin biraz bundan danışaq. Son illər dünyada sürətlə yayılan elektron siqaretlər bir çox insan tərəfindən adi siqaretə nisbətən daha zərərsiz hesab olunur. Lakin mütəxəssislər bu fikrin tam doğru olmadığını bildirirlər. Elektron siqaretlərdə istifadə olunan maiyələrin tərkibində əsasən nikotin, propilin, glikol, gliserin və müxtəlif aromatik kimyəvi maddələr olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə bu maddələrin qızdırılması nəticəsində yaranan aerozol tərkibində formaldehid, akrolilin və ağır materiallar kimi zərərli birləşmələr aşkar edilə bilər. Tibb mütəxəssislərinin sözlərinə görə elektron siqaretlərin tərkibində olan nikotin güclü asıllıq yaradan maddədir və ürək-damar sisteminə təsir göstərərək ürək döyüntüsünü sürətləndirən, qan təzyiqini yüksəldən və uzunmüddətli istifadə zamanı ürək xəstəlikləri riskini artıra bilər. Elmi araşdırmalar göstərir ki, elektron siqaretlərin buxarı ağciyər toxumalarının qıcıqlanmasına, nəfəs yollarında iltihaba və xroniki bronxit riskinin artmasına səbəb ola bilər. Xüsusilə gənclər arasında bu məhsulların istifadəsi nikotin asıllığının daha erkən yaşlarda formalaşmasına gətirib çıxara bilər. Mütəxəssislər bildirirlər ki, elektron siqaretlər ənənəvi siqaretdən fərqli texnologiya ilə işləsə də, onların uzun müddətli sağlamlıq təsirləri hələ də tam öyrənilmir və təhlükəsiz hesab edilmir.